Salam hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində Cavadxan qəsəbəsində, yəni avtozavodda, deməli 4 sot torpaqda bir böyük sal, eyni zamanda 3 otaq olan, bax qarşıda gördüyünüz belə bir yarım tikili satılır. Hal-hazırda mən sizə navesin alt hissəsini göstərirəm. 14-ün 7-yədir. Qiymətin 35 min manatdır. Qiymətində razılaşma olmalıdır. Mənə bu cür deyilib. İndi bax həmin yarım tikilini sizə göstərim. Deməli bax bura zalıdır. Zalın uzunluğu 9, eni 4 metrdir. Sağ tərəfdə, deməli ən böyük otaqlardan biridir. 5-in 4-dədir. Sonra 4-ün 4-dədir. Yəni mənə bu cür deyilib. İndi isə sol tərəfi sizə göstərirəm. Sol tərəfdə bax həmin axırıncı qapıdan, deməli orada 4-ün 4-dədir, ora 3-cü otaqdır. Bura isə mətbəxidir. Mətbəxin deməli mətbəx ilə birlikdə belə deyim də hamamdır. Bax bu ərazi isə hamamdır. Yenidən bax bu gördüyünüz barının arxası hamamdır. Sənədi sərəncamdır. Arxiv arayışı var. Peykdən konkretin bu torpağın deməli çəkilişi var. Qiyməti 35 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Deməli bu yarım tikili Gəncə Avtomobil Zavodunun üst tərəfində olan deməli təzə məhəllələrdə yerləşir. Bax həmin orada yəqin ki bilirsiniz Almarket yerləşir. Həmin Almarketdən bu həyət evinə qədər olan məsafə 700 metr. Təzə çəkilmiş deməli asfaltdan isə 500 metrdir. 20'nin keçdiyi yol nəzərdə tuturam. Burada qarşıda gördüyünüz ağ bax qalacaq. Hardasa bir tondur. İndi mən sizə deməli qarşıda görürsünüz işıq stolpasını, bir də qaz xəttini görmək mümkündür. Deməli ətrafda bu küçədən deməli həmin xəttlər keçir. Ətrafda yaşayış var. İnsə bağçasına keçirəm. Bax belə bir yarım tikilinin qiymətin 35 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İnsə bağçasını görmək mümkündür. Bağçasının ölçüsü 18'in 8'ədir. Təxminən 14 ədəd ağac növü var. Yenidən mən sizə bağçasını göstərirəm. Eyni zamanda yarım tikilini görmək mümkündür. Qiymətin 35 min manatdır. Qiymətində razılaşma olmalıdır. Bax belə. Sizlərə uğurlar.